Gəlin bugün bir anlıq qaydaları, siyahıları kənara qoyaq. Bunun əvəzinə sanki bir sənət qalereyasına girib, zamanın fövqündə dayanan bir portreti incələyək. Müqəddəs yazılara görə ideal kişi obrazına. Gəlin bu güclü təsviri yaradan fırça zərbələrini və rəngləri birlikdə kəşf edək. Bu portreti ilk baxışda diqqətimizi çəkən nədir? Gücün təsvir olunma tərzi. Bilirsiniz, güc deyəndə ağlımıza çox vaxt nə gəlir? Kobud qüvvə, hökmranlıq, elə deyilmi? Amma kəşf etməyə hazırlaşdığımız bu çatan bizə tamamilə fərqli, daha dərin bir cavab verir. Hər bir şah əsərin bir başlanğıcı var, elə deyilmi? Rəssamın ilk çizgiləri, ilk eskizi. Bizim də hekayəmiz məhz o ilk çizgidən, bir bağda verilən ilk tapşırıqdan başlayır. Baxın, ilk insana verilən tapşırıq get dünyanı fəth et deyildi. Yox, tapşırıq çox daha incə idi. Qorumaq və nəzarət etmək. Bunu sanki usta bir bağbana əmanət edilmiş dəyərli bir bağ kimi düşünün. Yəni, təməldə hakimiyyət yox, məhz məsuliyyət dayanır. Və bax, burada dramatik bir an yaşanır. Sanki rəssam işıq-kölgə oyunu ilə ən vacib detal vurğulayır. Günah işləndikdən sonra Həvva ilk addım atsa da Allah kimə müraciət edir? Adəm, haradasan? Bu sual coğrafi bir yer soruşmur əslində. Bu, məsuliyyətin harasındasan deməkdir. Bütün diqqət, bütün məsuliyyət o bağın qəyyumu olan Adəmin üzərinə yönəlir. İndi isə gəlin qalereyamızın mərkəzinə doğru irəliləyək. Hər bir böyük kolleksiyanın bir şah əsəri olur, elə deyilmi? Bizim bu ruhani portretlər qalereyamızda da o şah əsər mərkəzi fiqur Məsihdir və o, bütün hekayəyə tamamilə yeni bir baxış gətirir. Onun həyatı sanki canlı bir sənət əsərinə çevrilir və bizə çox sadə, amma bir o qədər də dərin bir həqiqəti göstərir. Əsl böyüklük insanların sənə xidmət etməsində deyil, yox, əsl böyüklük sənin başqalarına necə xidmət etməyindədir. Güc anlayışı burada, deyərdim ki, 180 dərəcə dəyişir. Yaxşı, bəs bu şah əsər necə çəkilib? Rəssamın texnikası nə olub? Mənbə bizə sanki 4 əsas fırça zərbəsini göstərir. Egodan imtina etmək, fədakarlıqla xidmət göstərmək, uca bir məqsəd üçün yaşamaq və son olaraq özünü fəda etmək. Bu sadəcə fərqli bir rəhbərlik tərzi deyil. Bu dünyanın güc haqqında bütün anlayışını baş-ayaq çevirmək deməkdir. Yaxşı, bəs bu möhtəşəm konsepsiya, bu şah əsər bizim gündəlik həyatımıza, bizim kiçik kətanlarımıza necə tətbiq olunur? Bax, burada Həvari Pavel usta bir rəssam kimi dövriyyəyə girir və bizə çox praktik təlimatlar verir. O, ilk olaraq bizə tanış olan bir mənzərəni çəkir. Dünyəvi üslub. Burada rəhbərlik gücdür, nəzarətdir. Sonra isə kətanı çevirir və tamamilə fərqli bir tablo təqdim edir. Ruhani üslub. Burada isə rəhbərlik xidmət deməkdir. Bunun ən möhtəşəm təsviri isə şübhəsiz ki, Məsihin öz şagirdlərinin ayaqlarını yumasıdır. Düşünün, güc təvazökarlıqla yenidən çərçivələnir. Ya bu prinsip ən yaxın, ən səmimi münasibətdə özünü göstərir. Ey ərlər, Məsih kilsəni sevib onun uğrunda özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Mənbə xüsusilə vurğulayır ki, bu sadəcə bir hissdən, romantik bir duyğudan ibarət deyil. Yox, bu fədakarlıq tələb edən, səbir tələb edən aktiv bir sevgidir. Ailə isə bu xidmət sənətini öyrəndiyimiz, təcrübədən keçirdiyimiz bir emalatxanaya, bir studiyaya çevrilir. Əlbəttə, həqiqi bir portret təkcə xarici görünüşü, hərəkətləri deyil, insanın ruhunu, daxili aləmini də əks etdirməlidir. Bəs bu rəhbərin portretini tamamlayan o incə detallar, xarakter cizgiləri hansılardır? Mənbə bizə bir siyahı verir, amma diqqət edin, bu siyahıda xarizmatik olmaq və ya bacarıqlı iş adamı olmaq kimi şeylər yoxdur. Söhbət daha fundamental şeylərdən gedir. Dürüstlük, özünə nəzarət, qonaqpərvərlik və ən əsası, öz ailəsini düzgün idarə etmək bacarığı. Yəni, ictimai rol şəxsi xarakterin möhkəm təməli üzərində qurulur. Yaxşı, bəs portretə o dərinliyi, o canlılığı verən nədir? O ruhu haradan alır? Bunun üçün gəlin kətanın səthindən biraz da dərinə inək, daxili aləmə baxaq. Və burada çox vacib bir məqam var. Mənbə bizə deyir ki, bir kişinin əsl gücü onun cəmiyyətdəki mövqeyində, nüfuzunda deyil, əsl güc Allahla qurduğu münasibətin o sakit dərinliyində gizlənib. Bu, sanki bütün tablonun üzərinə çəkilən digər rənglərə canlılıq verən ilk astar boyası kimidir. Dua, həqiqəti dərindən bilmək, birliyi qorumaq və paçlığa can atmaq. Bax, bu daxili fəaliyyətlər bütün o xidmətin səmimi və güclü olmasını təmin edən, görünməyən, amma vacib olan elementlərdir.
Beləliklə, bütün bu detalları birləşdirdikdən sonra gəlin bir addım geri çəkilib bu klassik portretə tam şəkildə baxaq və onu günümüzdə tez-tez rastlaşdığımız bəzi müasir əsərlərin yanına qoyaq. Görəsən aradakı fərq nədir? Fərq həqiqətən də gecə ilə gündüz kimidir. Bir tərəfdə daim hökmranlıq axtaran, şəxsi mənfəəti güdən və gücü hər şeydən üstün tutan bir anlayış var, digər tərəfdə isə xidmət, fədakarlıq və sevgi ilə dolu bir həyat portreti. Mənbənin ortaya atdığı fikir çox maraqlıdır. Bəlkə də bir çox müasir kişilik anlayışı tamamilə yeni bir şey deyil, sadəcə bu orijinalın təhrif olunmuş solğun bir kölgəsidir. Nəticə etibarilə bu portretin bizə verdiyi əsas mesaj çox aydındır. Əsil kişilik taxta oturan bir kralın tacında deyil, diz çöküb xidmət edən bir insanın əlindəki dəsmalda gizlənib. Bu, hakimiyyətə deyil, sevgi, xidmət və fədakarlıq kimi xarakter xüsusiyyətlərinə əsaslanan bir həyata çağırışdır. Baxın, qarşımızda zamanın sınağından çıxmış prinsiplərlə çəkilmiş bu portret dayanır və o bizə sadəcə baxmır. O bizi özümüzə, öz həyatımıza baxmağa dəvət edir. Sonda qalan sual isə sadəcə heyran olmaq üçün deyil, dərindən düşünmək üçündür. Bizim öz şəxsi portretimiz bu şah əsərlə nə dərəcələ səsləşir?